İzləyicilərim, hamınızı salamlayıram. Mənim mətbəximə xoş gəlmisiniz. Bugündən pomidor, badımcan və istiotdan salat hazırlayacağam qış üçün. Mən bunun üçün 2 kiloqram pomidor, kiloqram yarım badımcan, bir də yarım kiloqram həm qırmızı, həm də yaşıl bolqar biberindən. Qırmızı biberi daha çox götürmüşəm, çünki o salatın içərisində çox ləzzətli olur. Rənginə görə də 2 ədəd yaşıl bolqar biberindən istifadə edir. Və bir də bitki yağından. Mənim yağım bu dəfə günəbaxan yağıdır. Siz desəniz qarğıdalı yağı, zeytun yağı da istifadə edərsiniz. Və duzdan istifadə edəcəyəm. Artıq payız ayının demək olar ki, axırlarıdır. Məhsulun sonudur. Mən istədim bunu da sizinlə paylaşım. İstəyənlər belə çox dadlı olur, hazırlaya bilərlər. Mən öncə ərzaqlarımı yumakla, tərəvəzlərimi yumakla işə başlayıram. Pomidorları yuyandan sonra onun çaynikdə qaynar su hazırlayıram və onun üzərinə tökürəm. Ağzına çıxana qədər bir qabın içərisinə pomidorları töküb, ağzına çıxana qədər qaynar su tökürəm. 4 dəqiqə bu suyun içərisində qalandan sonra qabıqları yumşalır və bunun qabıqlarını rahat soyuram. Soyandan sonra onu doğrayıb bir qazanın içərisinə, emallı olmasın, yapışan olmasın, nikel və yaxud da alüminium qazanın içərisində bunu bişirirəm, həlhul bişənə qədər. Sonra bunu ələkdən, blender salıb içərisinə xırdalayıram ki, ələkdən keçirmək. Çünki mən onu tumundan təmizləməliyəm. Ona görə də belə rahat olmaq üçün əvvəlcə blenderlayıram, püre hazırlayıram. Sonra onu ələkdən keçirdirəm, dəmir ələkdən keçirdirəm və şirə hazırlayıram, pomidor şirəsi. Mən belə izah etdim. Əgər sizə aydın deyilsə, mən öncəki videolarımda kürünün, badımcan kürüsünün, ikrasının hazırlanması, bolqar leçosunun hazırlanması bu videolarda sizinlə paylaşmışam. Kanalımda siz onu tapa bilərsiniz. Həmin videolarda bunu mən aydın şəkildə göstərə-göstərə izah etmişəm. Oradan baxa bilərsiniz. Hələ mən ərzaqlarımı yumamışam. Yuyandan sonra mən sizə badımcanı necə qızardıram, onu bir də biberləri göstərəcəyəm. Artıq mən bütün tərəvəzlərimi yudum. Pomidorları dediyim kimi pişməyə qoydum. İndi mən badımcanları hazırlayıram. Bunun üçün badımcanları elə çox nazik doğramayın. Orta qalınlıqda belə halqa-halqa doğrayıram. Nəsə onu sizə deyim ki, pomidorunuz əgər turşdursa, onun dadına baxın. Bu salat turş pomidorla yaxşı alınmır. Əgər pomidorunuz çox turşdursa, onun içərisinə şəkəri əlavə edib, onun turşduğunu götürə bilərsiniz. Belə sonradan bu halqaları 2 yerə bölürəm, çox iri olmasınlar. Salatın içərisində çox iri olmasın, 2 yerə bölürəm. Bölüb belə qabın içərisinə, tasın içərisinə yığıram və eyni qayda ilə götürdüyüm bütün badımcanları belə kəsib, halqa şəklində doğrayıb 2 yerə bölüb belə yığacağam. Baxın, bu formada. Əgər halqalar xırdadırsa, onu bölməyə ehtiyac yoxdur. Yəni, çox iri olmasın. Əgər iridirsə, onu da 2 yerə bölün. 2 və yaxud 3 yerə baxır da iriməyindən. Çox salatın içərisində iri olmasın. Baxın, bu elə mən də onu birini sizə göstərmək istəyirəm. Baxın, bu irilikdən belə kifayətdir. Bu qayda ilə mən bütün badımcanlarımı, götürdüyüm badımcanları belə doğrayıb yığacağam. Badımcanları doğrayıb qurtarandan sonra bu şəkildə çox nə xırda olsun, nə də ki iri olsun ki, çox iri olmasın, xırda da olmasın ki, ölməsin. Belə duzlayıram. Duzlayıram ki, acılığı çıxsın. Biraz saxlayacağım. Bir 20 dəqiqə saxlayıram.
Sonra onu yuyacağım axar suyun altında. Belə gözləyirəm. Gözləyənə qədər mən biberlərimi də hazırlayıram. Belə, baxın, halqa formasında əvvəl onları doğrayıram. Sonra bu halqanı iki hissəyə verirəm. Baxın da, iridirsə biraz 3 hissəyə də ayıra bilərsiniz. Təxminən, baxın, belə. İçlərini, öz saplaq hissəsini, tumlarını təmizləyirəm, atıram. Orta ölçüdə doğrayıram. Qırmızı biberlərimi də doğrayıb bir tərəfə yığıram. Bu qaydada mən bütün biberlərimi belə doğrayacağam. Keçəndən sonra mən badımcanlarımı axar suyun altında yaxşı yuyuram və ocağın üzərinə tavanı qoymuşam. İçərisinə yağı tökürəm, günə baxan yağını və yuduğum suyunu sıxdığım badımcanları belə yağın içərisinə düzürəm. Bir balaca yağ qızandan sonra artıq tava isti olduğundan yağı tökən kimi isinir. Ona görə də badımcanları belə qoyuram. Düzürəm bu şəkildə bütün tavanın həcmi boyunda düzürəm badımcanları və badımcanları çox qızartmayacağam. Bir balaca o yüz bu yüz eləyib, bir balaca yumşalsın, çox yox. Sonra götürəcəyim. Badımcanların çox həll bişməyi bizə lazım deyil. Bir balaca yumşalsalar kifayətdir. Bu qaydada çeviririk onları. Birisi bir balaca yumşalından sonra digərisini də çeviririk. Bu qayda ilə götürdüyümüz bütün badımcanları belə qızardacaq. Artıq biz badımcanları o yüz bu yüz çevirib bir balaca yumşaltdıq və bir kənara yıxdıq bir qabın içərisinə. İndi doğradığımız biberləri, qırmızı və yaşıl biberlər ilə həmin tavanın içərisində onları bir balaca çevirəcəyik. Biberlərimizi baxın bu qaydada yağın içərisində çeviririk. Badımcandan fərqli olaraq biberləri çox çevirmirik. Bir balaca çevirib götürürük. Artıq onu götürürük. Altını söndürürük. Bunun başqa adı badımcan leçosudur. Lakin bu dəfə mən onun sadəsini hazırlayıram. Bəzən mən hazırlayanda buna leçodakı kimi soğanı da bir balaca yağda soğlayıb əlavə edirəm. Sonra kökü leçodakı kimi parda bişirirəm. Halqa-halqa doğrayıb əlavə edirəm. Lakin bu dəfə sadə üsulla hazırlayıram. Bu cür hazırlayıram. Siz istəsəniz elə də edə bilərsiniz. Sonra hamısının kökü, soğanı da leçodakı kimi taman şirəsinin içərisinə əlavə edib onunla da belə qaynada bilərsiniz. Artıq mən onun altını söndürüb götürürəm. Biberləri də bir balaca yağda toğlayandan sonra indi biz hazırladığımız tomat şirəsini belə mən onun durulğunu sizə göstərmək istəyirəm. Çox qatı olmasın, tomat kimi qatı olmasın. Belə axıcı tomat şirəsinin içərisinə biz onun içərisinə ocağın üzərinə qoymuşuq, altının qazını açmışıq və hazırladığımız, toğladığımız biberləri onun içərisinə əlavə edirik. Baxın, bu qaydada tomat şirəsinin içərisinə biberləri əlavə edirik.
Və badımcanları da onun içərisinə əlavə edirik. Badımcanları da əlavə edəndən sonra hamısını belə qarışdırırıq. Bir-birinə qarışdırırıq və indi onun içərisinə şəkər tozunu əlavə edirik. Belə bir silə xörək qaşığı şəkər tozu əlavə edirik və duzunu əlavə edirik. Duz zövqə görədir. Yəni siz necə sevirsinizsə elə əlavə edin. Mən bir çay qaşığı buna, silə çay qaşığı şəkər tozu, duz əlavə etdim və altının qazını vam açırıq. Qoyuruq belə bişsin, yumşalsın. Biberlər. Sonra görəcəksiniz ki, biberlər bunun içərisində balacalaşıb ölüblər. Və çox qoymayın ki, onların qabıqları ayrılsın, çox qaynamasın. Dərəcəsini də götürün. Əziz izləyicilərim, artıq vaxtdır. Bizim badımcan salatımız hazırdır. Əgər görsə, bütün siz özünüz də hazırlasanız görəcəksiniz. Biberlər, badımcanlar həlhul bişiblər. Badımcan biraz pişmişdi, bunun içərisində həlhul olur. Biberlər də çox, yəni ki, fikir verin ki, çox açılmasın, qabıqlarından ayrılmasın. Mən onu əvvəldə də demişdim. Çox gözəldilər. Suyu da görəcəksiniz ki, qatılaşıb. Artıq hazırdır. Mən indi bankalarımı sterilizə etmişəm. Onların sterilizə olunma qaydasını da lechonun və badımcan ikrasının hazırlanması videomda sizinlə paylaşmışdım. Orada göstərmişdim mən necə sterilizə edirəm. Yəni hərə müxtəlif cür sterilizə edir. İndi mən onu hazırladığım qazın altını söndürürəm və onu bankalara, sterilizə etdiyim bankalara boşaldıram. Belə bankanı doldurandan sonra onu bir qabın içərisində, onu da indi doldurandan sonra da bir yerdə sterilizə edəcəyik. Biraz 20 dəqiqədə belə bunu koyacağız, sterilizə olsun. Gördüyünüz kimi su doldurmuşam, qazanın içərisinə bir parça salmışam və üzərindən içərisinə bu bankalarımızı qoyuruq. Doldurduğumuz bankaları qoyuruq. Bu qaydada belə bankalarımızı doldururuq. Mən hazırladığım badımcan sosunun hamısını bankalara doldurmuşam və sterilizə olmağa qoymuşam. 20 dəqiqə bu vəziyyətdə sterilizə olandan sonra qapaqlarını möhkəm bağlayıram. Qapaq yaxşı olmalıdır, hava çəkməməlidir. Sonra onu qapağı bağlayandan sonra tərsinə çevirirəm. Bu vəziyyətdə soyuyur. Soyandan sonra onu sərin yerə qoyuram. Mən onu bir hissəsini salat qabına çəkmişəm. Sizə göstərmək üçün sonradan şəklini çəkəcəyəm. Mən onu çəkəndə dadına baxdım, çox gözəldir. Nə badımcanlar, nə istiotlar çox bişməyiblər, əzilməyiblər, çox gözəl olublar. Görüntüsü də gözəldir, iştah açıcıdır, dadı da çox dadlıdır. Mən sizə də məsləhət görürəm. Bunu qışda süfrənizə ət qızartmasının, kotletin, langetin, toyuq qızartmasının yanında çox gözəl yaraşır, çox dadlı olur. Belə süfrəyə verə bilərsiniz. Ayrıca bir yemək kimi vaxtınız olmayanda, yemək pişirə bilməyəndə, tələsəndə bunu açıb süfrəyə qoya bilərsiniz, ailənizi sevindirə bilərsiniz, çox dadlıdır. Əgər mənim hazırladığım badımcan leçosu sizin xoşunuza gəldisə, bəyəndinizsə, bu videonu like etməyi və mənim kanalıma abunə olmağı unutmayın. Siz də hazırlayın, nuş olsun.